Banklar necə yarandı? Bizim eradan əvvəl 7-ci əsr. Qədim Babilistanda tacirlər maliyyə əməliyyatları aparır, qızıla bərabər tutulan Hudu adlı ilkin bank sənədlərindən istifadə edirdilər. Qədim Yunanistanda isə Trapezitaya adlanan özəl bankirlər meydana çıxdı. Onlar sikkələri dəyişir, vəsaitləri saxlanmaya qəbul edir və tarixdə ilk dəfə nağdsız hesablaşmaları həyata keçirirdilər. Bundan başqa, Yunan məbədləri ehtiyat və iyanələr hesabına borc verərək bank funksiyasını yerinə yetirirdi. Bizim eradan əvvəl 2-ci əsr. Misirin Fiv, Memfis və Siyana kimi iri şəhərlərində çar bankları fəaliyyətə başladı. Dövlət maliyyəsinin idarə olunmasında əsas rol oynayan bu qurum vergiləri toplayır, ordunun saxlanmasına və ictimai ehtiyaclara yönəldirdi. Qədim Roma. Burada isə bank fəaliyyəti Mensari və Argentari adlanan şəxslər tərəfindən həyata keçirilirdi. Onlar pul dəyişimi, kredit verilməsi və şəhərlərarası köçürmələr apararaq bankçılığı peşəkar maliyyə sisteminə çevirdilər. Orta əsrlər. Orta əsrlərdə ticarətin genişlənməsi bank xidmətlərinə tələbat artırdı. Bank anlayışı da məhz bu dövrdə formalaşdı. İtalyan dilində banko sərrafların oturduğu skamya demək idi. Bankirlər artıq hesab açır, nağdsız ödənişlər həyata keçirirdi. Faizin qadağan edilməsi bankçılığın əsasən Yahudi icmaları və daha sonra İtaliya şəhər dövlətləri üzərində inkişafına səbəb oldu. 1460-cı illərdə yaradılan Montes Pietatis qurumları sosial məqsədli kredit sisteminin tarixdəki ilk nümunələri hesab olunur. Montes Pietatis əsasən İtaliyada yaradılan xeyriyyə xarakterli maliyyə qurumları idi. Onlar kasıb və ehtiyacı olan insanlara çox aşağı faizlə və ya bəzən faizsiz borc verirdilər. Buna görə də onlar sosial yönümlü kredit modelinin ilk tarixi nümunələri sayılır. 1584-cü ildə Venesiyada ilk dövlət bankının, 1609-cu ildə isə Amsterdam bankının yaradılması ilə müasir bankçılığın əsası qoyuldu. Məhz bu mərhələ emissiya bankçılığına və kağız pulların dövriyyəsinə keçidi təmin etdi. 19-cu əsr. Azərbaycana gəlincə, ölkəmiz tarixən İpək yolunun mühüm qovşaqlarından biri olub. Azərbaycanda müasir bankçılığın əsası 19-cu əsrin sonlarında 1870-1890-cı illərdə Bakının neft mərkəzinə çevrilməsi ilə qoyuldu. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli maliyyə sistemi formalaşdı və dövlət bank nəzarəti yaradıldı. Bugün bank sektoru ölkə iqtisadiyyatının əsas dayaqlarından biridir. Hazırda Respublikada inkişaf etmiş, bazar prinsiplərinə əsaslanan 2 pilləli bank sistemi. Birinci pillədə Azərbaycan Respublikası Mərkəzi Bankı, ikinci pillədə isə kommersiya bankları və digər bank olmayan kredit təşkilatları fəaliyyət göstərir. Ən son məlumatlara görə Azərbaycanda 22 bank var və onların ümumi aktivləri 58 milyard 748,6 milyon manatdır. Onu da deyək ki, Azərbaycanın yetkin əhalisinin 70%-nin bank hesabı var.